Bu yaxınlarda acil gələn yarpaq dolması sifarişini qəbul etdik. Adətən xidmətlərimizin keyfiyyətini qoruyub saxlamaq naminə böyük tədbirlərin sifarişini 4-5 gün öncədən qəbul edirik. Bu səfər yeni müştərimizin ilk sifarişi olduğu üçün onu incitmək istəmədik və sifarişini qəbul etdik və gecə səhərə kimi sevgi ilə sifarişini hazırladıq. Vaxtımıza qənaət edək deyə yarpaqları 30-40 ədəd olmaqla masa üzərinə düzüb qədərində ət əlavə edib bükməyə qərarı aldıq. Amma inanın çox peşman oldum. Çox qısa zamanda yarpaqların qurumasının şahidi oldum. Üzərinə qida spreyi ilə yaşlasam da bir faydası olmadı. Zamanımı, enerjimi boşa sərf etmiş oldum. Ona görə ən gözəli zaten böyük zəhmət və enerji, eləcə də zamanı başa gələn yarpaq dolmasını elə ənənəvi qaydada bir-bir bükmək ən yaxşı çıxış yolu imiş. Həyat təcrübəmə əsaslanıb mətbəxə dair faydalı post və reelslər paylaşmağımı istəyirsinizsə, bəyənib şərhlərdə fikirlərinizi bölürsəniz çox şad olaram. Ümid edirəm bu videomuz sizin üçün də faydalı oldu. Hələlik, Allaha əmanət olun.